Fransa mətbuatının yaydığı məlumata görə hal-hazırda Saint-Étienne klubunun hücumçusu olan İbrahim Avadji karyerasını yenidən Azərbaycanda davam etdirə bilər. Bildirilir ki, 28 yaşlı Senegallı forvard Fransa Liga 2 klubunda qalmaq istəmir və Qarabağa qayıtmağa can atır. Klub da onun qayıdışına müsbət yanaşır. Vadji hal-hazırda azad agent statusundadır və Ağdam təmsilçisi onu sərbəst transferlə heyətinə qatmağa yaxındır. Xatırladaq ki, Qarabağ bu futbolçunu 2022-ci ilin yayında Fransanın Saint-Étienne klubuna təxminən 1,5 milyon avroya satmışdı. İndi isə forvard heç bir təzminat ödənilmədən geri dönə bilər. Vadji peşəkar karyerasına Senegalda başlayıb, daha sonra isə Norveçin Molde klubunda çıxış edib. 2021-ci ilin yayında Azərbaycan çempionu Qarabağ ilə müqavilə imzalayıb və tezliklə komandanın əsas qol silahına çevrilib. 2021-2022-ci il mövsümündə Qarabağ heyətində 36 oyuna çıxaraq 20 qol vurub və komandanın Avrokuboklarda və Premyer Liqada uğur qazanmasında mühüm rol oynayıb. Onun sürətli oyun tərzi, hava toplarındakı bacarığı və sona qədər mübarizliyi azarkeşlərin rəğbətini qazanmışdı. Məhz bu performansı onu Fransa Liga 2-nin köklü klublarından olan Saint-Étienne transfer olunmasına səbəb oldu. Lakin Vadji burada arzuladığı qədər uğur qazana bilmədi. Zədələr və uyğunlaşma problemləri onun oyun müddətini məhdudlaşdırdı. Bəs Vadji niyə Qarabağa qayıtmaq istəyir? Fransa mətbuatı yazır ki, Vadji Qarabağda keçirdiyi dövrü karyerasının ən yaxşı mərhələlərindən biri hesab edir. Klubun mütəşəkkil strukturu, mütəmadi Avrokubok oyunları və azarkeş sevgisi onun Azərbaycana qayıtmaq istəyində əsas rol oynayıb. Əgər transfer baş tutarsa, Qarabağ bu yay mövsümündə böyük təcrübəyə malik, sistemi yaxşı tanıyan və uğur qazanmağa az olan bir forvardı heyətinə qatmış olacaq. Vadji 2021-2022-ci il mövsümündə Qarabağ heyətində 36 oyuna 20 qol vurmuşdu. Bu statistika onun nə qədər effektli forvard olduğunu göstərir. İndi də uyğun fiziki formada və motivasiyalı qayıdarsa, yerli çempionatda və Avrokuboklarda qol yükünü çəkə biləcək əsas hücumçu ola bilər. Yeni transferlərin uyğunlaşması bəzən vaxt aparır, amma Vadji artıq Qarabağ sistemini, Qurban Qurbanovun taktikasını və komanda ruhunu yaxşı tanıyır. Bu isə onu hazır məhsul halına gətirir və vaxt itkisi olmadan komandaya töhfə verə bilər. Vadji fiziki güclü, sürətli və mərkəz müdafiəçiləri ilə təkbətək mübarizədə üstün ola bilən bir hücumçudur. Qarabağın hücum futbolu oynadığı bir sistemdə o, arxa xəttə dərinlik yarada və digər hücumçular üçün boşluqlar aça bilər. Vadji Qarabağ azarkeşlərinin sevimlisi olub və bu da onun yenidən motivasiyalı, məsuliyyətli şəkildə çıxış etməsinə təsir edə bilər. Qarşılıqlı bağlılıq həm də oyunçunu ruhlandırır və komandanın enerjisini artırır. İbrahim Avadji əgər zədələrdən uzaq olsa və əvvəlki performansını yenidən göstərə bilsə, Qarabağ üçün çox dəyərli silah ola bilər. Xüsusilə vacib oyunlarda fərdi keyfiyyəti ilə fərq yarada biləcək tipik qolçuya çevrilməsi mümkündür. Futbol dünyasında hər geri dönüş yeni bir hekayənin başlanğıcıdır. İbrahim Avadjinin Qarabağa mümkün qayıdışı həm klub, həm azarkeşlər, həm də futbolçu üçün yeni ümidlərin qapısını aça bilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalıma abunə olub dəstəklə ola bilərsiniz.